Bugün 5-ci fəsildən oxuyacaq. Qalatiyaların 5-ci fəslindən. Deməli, biz artıq oxuyaraq başa düşdük ki, Qalatiya şəhər deyil, Qalatiya bir ölkədir, daha doğrusu vilayətdir və Qalatiyada bir neçə cəmiyyət var idi. Və Qalatiyada olan cəmiyyətlərə, yəni imanlı bacı qardaşlara Həvari Paul bir məktub yazıb, onlara məktub göndərib. Onlar iman etdi. Onlar İsa Məsihi qəbul etdilər. İsa'nı qəbul edərək onların düşüncələri, onların həyatı da dəyişilib. Artıq onlar bütpərəst deyil. Artıq onlar həqiqi Allahı tanıyırlar. Amma dostlar, biz görürük ki, Həvari Paul onlara məktub yazır və çox narahat olaraq onlara deyir ki, birdən nə oldu? Yəni ki, sizinlə nə oldu ki, siz yoldan döndünüz? Necə oldu? Baxın necə yazılıb. Ey qanun vasitəsilə salih sayılmaq istəyənlər, siz Məsihdən ayrıldınız. Biz bunu 5-ci fəsil 4-cü ayədən oxuyuruq. Deməli, Məsihdə olanlar salih sayılır. Bəziləri, bax orada olanlar qanunu qəbul etdilər, yəni başqa bir təlimi qəbul etdilər və qanun vasitəsilə salih sayılmaq istəyirlər. Yəqin ki, kimsə dedi ki, bax sən iman etdin, çox gözəl. Mən bayaq sual verdim, iman etmək kifayətdir, deyirsiniz, yox. Onlar da elə deyir, iman etmək kifayət deyil. Sən qanunu riayət etməlisən, salih sayılmalısan. Dostlar, bax aramızda burada salih özünü sayan varmı? Hamınız susursunuz. Amma mən sizə deyim. Mən başa düşmürəm. Qulaq asın. Qulaq asın, əzizlərim, qulaq asın. Əgər sən salih deyilsənsə, sən cənnətə düşməyəcəksən. Razısınız ya, yox? Əgər mən salih deyiləmsə, salih insan deyiləmsə, mən necə cənnətə düşə bilərəm? Çünki natəmiz bir insan, salih sayılmayan cənnətə düşə bilməz. Vəbşə elə bir adam var salih olsun. Buyur, sual verilir. Salih olan varmı ya yox? Bilirsiniz, bir tərəfdən biz Romalıların məktubunda oxuyuruq ki, salih olan bir nəfər belə yoxdur. Kəlamda deyil. Amma o bir tərəfdən, əzizlər, əgər mən salih deyiləmsə, bəs iman nə üçün lazımdır onda? Salih insanlar olur, insanlar sana. Prosta 100% olmadı, belə deyim bu ordunda. Kimsə 90%'dır, kimsə əsəbləşir, özünü aparan müddət, özündən çıxır. Yəni, salih olan 50% salih sayılır. 50% günahkardır, 50% salihdir. Amma tam salih sayılır da, belə deyim. Tam sayılmır da. İnsan doğulanda tam doğulur, ya yarı olur. Yarı insan, yarı heyvan, yarı heç bilmirəm nədir. Yer üzrün əşrəfi kimi dünyaya yarar. İnsan kimi. Yox, biz insanıq ya yox. Hə? Əlbəttə. Tam insanıq da. Bəs necə olur ki, indi gəlin belə deyək də, yaxşı, tam salih, tam günahkar olan cənnətə düşəcəkmi? Yarı-yarı. Belə deyək də, mənim yarım, canımın yarısı cənnətə düşəcək, yarısı isə düşməyəcək. Tam sözüm var, o qız gəldi, o İsa Məsihin ayaqlarına sandalyanı, saçına idi, göz yaşlarına.
Artıq görsən Marta. günahları yuyuldu. Məryəm. Yəni o birisi gəldi. Günahları yuyulmadı. Cənnəti qazandı. Günahları hələ yuyulmadı. Günahlar yazıb ki, günahların bağışlanır. Keçmişdəki Və yanında oturan farisey baxdı, dedi ki, öz-özündə dedi ki, əgər bilsəydi ki, onun ayaqlarına kim toxunur, əgər bilsəydi, daha doğrusu, əgər Peyğəmbər olsaydı, onda bilərdi kim toxunur ona. Yəni ki, bu qadın günahkardır. Amma İsa Məsih isə deyir ki, qadına deyir ki, günahların bağışlandı. O bir tərəfdən qulaq asırsan, necə yəni bağışlandı? Necə bağışlandı? Bağışlandı, bağışlanmadı. Deməli bağışlandı da. Necə bağışlandı? Çox inanın. Yəni də iman etdi qadın da ona da. Sən Orada bir məsəl Tanrı, çəkilirsə, içində Tanrı bağışladı. çox tələb o olunur. deyilib də əsəbəsi necə deyir ki, sən Mən xilas elədiyin Ya da başqa qadını götürək. Onu daşqalamaq istəyirdilər də, yadınızdadır. Zina üstündə də tutulub, gətirilib. İsa Məsihin qarşısında bunu deməli kim istər? mühakimə edirlər. Və deyirlər ki, Musa deyib ki, belələri daşqalamaq lazımdır. Sən nə deyəsən deyir. O da deyib ki, günahsız adam varsa, kim özünü günahsız sayırsa, birinci daşı götürsün, onu tərəf atsın. Onu daşqalasın. Bir-bir, yəni ki, kiçikdən başlayaraq yaşlı insanlara qədər hamısı o yeri tərk etdi. Bir qadın qaldı, bir də ki, İsa Məsih. İsa. İsa soruşdu ki, səni bəs mühakimə edənlər haradadır? Deyir, yoxdular. Deyir, mən də səni mühakimə etmirəm. Get, bir də günah işlətmə. Bağışlandı günahlara ya yox? Əlbəttə bağışlandı. Necə bağışlandı? Hə? Rəbb O bağışladı. moment bağışladı, yoxsa onda onu lazım idi daşqalaq etmək. Yox, siz təsəvvür edin, günahın əvəzi axı ölümdür. Elə deyil? Necə bağışlandı? Rəbb bağışladı ona. O İsa vasitəsilə bağışlandı nasıl? Bilirsiniz necə bağışlandı? Bax, o bir qadında, bu qadında kim olmasın, kör adamdırmı, ya indi iflic bir insandır. Getdir, günahların bağışlandı. Bilsən niyə? Bir də eləmə. Sənin yerinə mən cəzanı daşıyacağam. Get. Günahlarıma görə mən öləcəyəm. Məni öldürəcəklər. Sən get, sən bağışlandın. Amma əgər buna inanmasan, onda günah sənin ələ üzərində üstündə qalır. Yəni həmişə deyəndə ki, qadına da deyəndə, o bir qadına da deyəndə ki, get günahların bağışlandı. Hə, eləmi? Başqa sözlə İsa Məsih deyir ki, yerini mən tuturam. Mən tuturam. İndi dostlar, günahlarımızı bağışladı, iman etdik, çox gözəl. Bildik ki, günahlarımı bağışladı. Mən indi necə salih ola bilərəm? Bir dənə də episod Onun qoyduğu qanunlar gitmə. O deyirsən, insan yarı salih və yaxud yarı belə. Yox, mən demədim, onu sən dedin. Yəni sən də sual verdin ki, yarı salih, yarı Bəli. yarı salih, yarı günahkar cənnətə düşə bilərmi? O çarmıqda o İsa'dan əlavə 2 dənə qul vardır abi. Bəli. Biri İsa'ya qarşı danışdı. O dedi ki, biz öz günahlarımıza görə burada çarmığa çəkilmişdik. O isə günahsız yerə. İkisi də qayıtdı ona dedi ki, sən bu gün məndən cənnətdə olasan. Yəni o insan yerdə salihdir, amma cənnətin qazandı. Quldur idi, düzdür. Amma günahları bağışlandı. Təbii günahlar bağışlandı cənnətə də. Yəni bunu İsa Rəbb İsa deyibsə, yəni. Onun yerinə o tut. İndi bura baxın dostlar. Günahların bağışlandı bir tərəfdən, amma salih olmaq üçün mən İsa'nı qəbul etməliyəm, İsa'nın salihliyində gəzməliyəm. Kim deyir ki, İsa'ya iman edib? Kim deyir ki, mən Yahyanın məktubunda deyilir ki, deməli, İsa'da qalıram, İsa kimi yaşamalıdır. Əzizlərim, İsa Məsih deyir ki,
Bundan əlavə o ki günahların bağışlandı. Bax mənim salihliyimdə sən indi gəzməlisən. Bu mənim belə deyək də, mənim kəlamımı, mənim təlimimi qəbul et. Bu salihliyimi qəbul et, mənim salihliyimdə gəzməlisən. Mənim salihliyimdə, mənim paltarımda, bu belə deyək də, Rəbb İsa Məsih də göylərin padşahıdır. Bax, bu padşahın paltarında olmasan, Allahın padşahlığını səni heç kəs qəbul etməz. İndi bir sual da vermək istəyirəm. İsa Məsihdə siz gəzirsinizmi? Onun salihliyinə bürünmüsünüzmü? Bax, əsası budur. Sən əgər İsa'da varsansa, onda necə yaşamalısan? Salih insan nə etməlidir? Salih işlər, əməlləri görməlidir. Elə yazılıbdır. Elə yazılıb. Müqəddəs insan nə etməlidir? Daha da müqəddəs yaşamalıdır. Dostlar, bax, burada bir şey var. Yəni, mən iman etdim, mən İsa'ya inandım ki, doğrudan da o mənim günahlarıma görə öldü, doğrudan da Allahın oğludur. Bu kifayət deyil elə. Sən onun salihliyində gəzməlisən. İndi gəlin, baxın, necə yazılıb. 13-cü ayədən oxuyaq. Qardaşlar, siz azadlığa dəvət olunmusunuz, amma bu azadlığı cismani təbiəti üçün fürsətə deyir, çevirməyin. Bizə yeni təbiət verilib və bu yeni təbiət İsa Məsihin təbiətidir. Onun təbiətində, yəni İsa Məsihdə gəzməliyik. Bu cismani təbiətimiz isə bizimlədir. Bizimlədir. O kirlidir. O günah içindədir. O elə bir etirazlarla doludur. Amma siz deməli azad oldunuz. Bu azadlıqda, yəni İsa Məsihdə olaraq cismani təbiəti üçün fürsətə çevirməyin. Lakin bir-birinizə məhəbbətlə qulluq edin. Bütün qanun tək bir sözdə tamamlanır. Qonşunu özün kimi sev. Əgər siz bir-birinizi didib yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz. Necə onzaqət oldu? Bax, bunlarda bu problem var idi Qalatiyalarda. Mən artıq beləyəm. Sənə baxasa hələ imansızsan. Sən burada neyinirsən ki, bu aramızda? Sən heç bizə oxşar bir insan deyilsən. Başlayırlar bir-birini didirlər, yeyirlər. Deyir ki, bu elə insan üçün bu onun yeri deyil və sairən dostlar, bu cismani təbiətdən çıxır. Bir-birimizi yazılıb ki, məhəbbətlə bir-birimizə qulluq etməliyik. Bu bir. Sonra 16-cı ayədən oxuyuram. Mən bunu deyirəm, Həvari Paul deyir ki, müqəddəs ruha görə həyat sürün. Müqəddəs ruhu ki aldınız. Buna görə də müqəddəs ruha görə həyat sürün. O zaman siz cismani təbiətin etirazını əsla icra etməyəsiniz. Çünki cismani təbiət ruha zid və ruh cismani təbiətə zid olanı arzulayır. Onlar bir-birinə qarşı durur. Durur ki, siz istədiyinizi etməyəsiniz. Amma müqəddəs ruhun rəhbərliyi altında olsanız, siz qanun altında deyilsiniz. Yəni, sizi qanun mühakimə etmir. Başqa sözlə. Bir nəfər, bir xidmətçi pastor, belə deyək də, Afrika ölkələrində olaraq, orada müjdəni yayırdı, cəmaatı evə çağırıb, onlara kəlamdan oxuyurdu, başa salırdı. Bir oğru, bir kəs də, yəni ki, gah birinin, gah obrunun evinə girirmiş, həyatında nə var idi, onu aparırmış. Aparırdı da, oğruyurdu. Bu onun həyatı idi elə. Bu da gəlib kəlamı qulaq asır və günlərin birində ürəyini açaraq İsa Məsihi qəbul edir, iman edir. Həmən o pastor qardaş çox sevindi, onun üçün də dua elədi. Vaxt gəldi, bu da öz diyarına qayıtmalı idi, öz vətəninə qayıtmalı idi. Və bir neçə vaxt keçəndən sonra yenə də həmən o
iman edən insanın evinə gələrək onunla görüşür, rastlaşır, söhbət edir. Necəsən? İmanda durursanmı? Vəziyyətin necədir? Və s. Bilirsiniz nə deyir? Pastor. Pastor deyir. Həyatım elə dəyişilib ki, elə dəyişilib ki, vəziyyətim yaxşı deyil. Nə mənada? Deyir, əvvəllər deyir, iman etməkdən əvvəl mən kiminsə həyatına girərək nə var idisə, meyvə tərəvəzdir, evində də nə var idisə, aparırdım. İndi isə ora gələndə istəyirəm ki, nəsə özümlə aparım. Kimsə ürəyimdə deyir ki, sən bunu əbəs yerə eləyirsən, daha belə etməməlisən. Sən axı məni qəbul etmirsən. Bir adam, elə bil ki, iki adam yaşayır daxilimdə. Bir insan, elə bil ki, bir adam deyir ki, bunu elə, nə oldu? Sən həmən adam deyilsən, dünən eləmirdin. Bəs indi necə yaşayacaqsan? Get, oğurra, apar, yoxsa acından öləcəksən. O birisi sən deyir ki, yox, sən daha belə etməməlisən. Artıq sən yeni bir insansan. Və deyir, ürəyimdə elə bir narahatçılıq yaranıb. Pastor da qulaq asıb deyir ki, çox gözəl. Çox gözəl. Kəlamda deyilir ki, müqəddəs ruha görə həyat sürün. Artıq səndə yeni bir həyat, yeni bir təbiət var. Əvvəllər köhnə təbiətlə, o köhnə təbiət elə də qalır səninlə. Sən o köhnə təbiətə təslim olmuşdun. Ona qulluq edirdin. Yaxşılıq etmək istəyirdin, amma etmirdin. Başa düşürdün ki, bunu etmək lazımdır, amma etmirdin. Kimsə sənə toxunurdursa, kimsə səni əgər alçaldırdırsa, o saat əlini qaldırıb onu vururdun, döyürdün. Sonra da fikirləşirdin ki, ya da heç, belə deyək də, səbəbsiz vurub döyürdün onu. Amma indi daha sən eləcə etmirsən. Əvvəllər döyüb eləyirdin, ya bir şey eləyirdin, ondan sonra fikirləşdim, mən bunu niyə etmişəm? Mənim uşağım, Rafael uşaq olanda, 5 yaşında idi, deyəsən, təxminən. Qonşu uşaqla dalaşıb, qonşu da gəlib deyir ki, sənin uşağın mənim uşağımı çırpıb, döyüb. Mən də bunu hamamda çimizdirirəm, yüzdürürəm. Deyirəm, ay bala, sən niyə qonşu uşağa toxundun? Bilirsiniz nə dedi? Ay papa, deyir, mən onu döymək istəmədim. Heç istəmirdim. Bilmirəm, buradan çıxırmış. İstəmirəm, amma çıxır da buradan da. Çıxır. Dostlar, bax, bu bizim günahlı təbiətimizdən, cismani təbiətdən çıxır. Ay ki, məni incitdilər, mən onu söz qaytarmalıyam. Ay ki, mən o saat əsəbləşirəm. O saat elə bil ki, bu keçmişim oyanır. Adəm oyanır. Qabil oyanır. Elə bil ki, o daxilimdə Qabil var. Qabil çıxmır. Qabilin təbiəti hələ Adəmin təbiətiymiş. Adəmin qanından da biz törəndik. İndi isə İsa'nı qəbul edəndən sonra müqəddəs ruh üzərimizə töküldü və bu yeni həyatı biz daxilimizdə bu müqəddəs ruh bizdə olaraq, onun belə deyək, bu yeni həyat bizdə olaraq artıq bu yeni həyat keçmiş həyatla mübarizə aparır. Ayıq olun deyir. Ayıq olun. Mən bunu deyirəm, müqəddəs ruha görə həyat deyir sürün. Çünki cismani təbiət ruha zid və ruh cismani təbiətə zid olanı deyir, arzular. Bu belə istəyir, o belə istəyir. Bu belə deyir, bu obrisi deyir, yox, daha belə etmə. Bu deyir, keçmişək mən içki içirdim də. Yeni təbiətdir, daha eləmə, içmə, toxunma. Niyə murdarlayırsan özünü? Artıq bilmirsən ki, bədənin kimə təslim olub. Bilmirsən ki, bədənin bu bədən kimə asılıdır? Dostlar, Həvarpalı çox belə dərindən gedir, çox dərindən gedir və baxın nə deyir? Cismani təbiətin əməlləri deyir, bəllidir. Baxın necə yazılıb 19-cu ayədən. Bu cismani təbiətin doğrudan da əməlləri deyir, bəllidir. Bunlar
Gəlin baxaq da burada sadalıyıq. Paxıllıq, Cinsi sərxoşluq. əxlaqsız. Yox, məndə belə şey yoxdur, kimsə deyir. Mən belələrdən deyiləm. Nə olanda ki, mən qıza baxıram, belə şor gözə, amma mən belələrdən deyiləm. Hələ o kifayətdir ki, sən baxırsan da. Kifayət deyil, əzizlərim. O kifayətdir. Sən əgər bax burada günah işlədirsənsə, sən həmən insansan. İndi sonra İnsad et. murdarlıq, 10 dənə qanun yazılmamışdır. pozğunluq. İnsad et. Yox, bu deyil ki, Kitabda yazılan 10 dənə qanun oxşuyur da. İnsad et. yox, o 10 əmr var idi. O əmr, o 10 belə deyək də əmr qanunda Gözlə nəsə insanı daha doğrusu mühakimə edir. Səndə varsa, deməli sən ona qarşı Allaha qarşı sən cinayətkarsan, təqsirkarsan. Sən ölümə layiqsən. Oğurluq eləmək. Bəli. Gəlin oxuyaq da sadalayır burada Həvarpalı. Deyir ki, deməli bu murdarlıqdır, pozğunluqdur, bütpərəstlikdir. Yox, bütpərəst deyiləm. Gecə gündüz elə sən telefondan ayrılmırsan. Götür, otur ki, otura bilərsən onun üstündə. Telefonun üstündə. Ya taptalaya bilərsən, mən də taptalamıram. Yox. Ağlım var axı, niyə taptalıram? Amma o səni taptalayır. O səni taptalır. Elə də oturur. Vay vay. Hərdən özümə də aiddir. Mən deyirəm, ya Rəbb, nə qədər olar bu telefonun içində sən oturmusan. Burada telefonu necə işlədirsən? Bu dəqiqə bax, bu şəkilli telefonu çəkdim, musiqini telefondan oxu. Bəli, yəni ki, demək istəyirəm ki, bütpərəstlik nə deməkdir? Keçmişdə bütpərəstlik, yəni ki, bu bütlərə baş ərdin, səcdə edirdin. İndi dövr dəyişilir, amma insan həmən insan köhnə təbiətlə elə də qalır. Bütlərini dəyişiblər. Bütlər əvvəllər böyük olub, indi ciblərindədir, gizlədirlər. Elədir, Xıdır. O talisman zat taxılar. Sonra sehribazlıq. Alışma. Şey taxmırlar, sehirlər. Onlar bir tərəfdir. Sehribazlıq dostlar. Fala baxmaq da, yəni. Fala baxmaq, Tarot. inanmaq. Sən deyir hansı bürcə aidsən? Aramızda elə bir insan var ya, yox. Bu astrologiya o da bir tərəfdir. Mən deyir, mən aslanam. Ay, yox bir aslansan. Yox bir eşşəksən, özür istəyirəm. Ay kişi, sən birinci növbədə insansan və sənin talehin Rəbdən asılıdır. Rəbb istəsə o saat elə ömrün bu günləri kəsiləcək. Onlara çatmır da. Deyir qoç. Rəbb istəsə ömrün kəsiləcək. Bu gün də. Hələ bu gün sən deyəcək ki, daha kifayətdir. Bura qədər kifayətdir. Sonra dostlar, düşmənçilik. Allah başa düşmür. Düşmənçilik var ya, yox? Var. Düşmənçilik də olur, əzizlərim. Bu bizim daxilimizdədir. Bacılar, qulaq asın. Sonra qısqançılıq. Yox, onun baxışı var. O qısqancılıq yəni ki... Qısqançılıq paxıllıqdan uzaq deyil. Uzaq deyil. O mənada. Qısqanc edirəm. Bəli. Paxıllıqdan uzaq deyil. Hiddət, özünü göstərmə. Özünü göstərir də mən kiməm, nəçidəm. Belə də yəni ki. Sonra, yəni ki, təkəbbürlükdür də özünü göstərmə. Nifaq, təfriqələr, paxıllıq, sərxoşluq, eş-işrət və buna bənzər şeylərdir. Eş-işrət yəni ki, o qədər xoşlayıram ki, yeyirəm, doymuram. Adam var ki, toya gedir, yeyir, deyir ki, bura qədər orada çatıb. Deyir, yenə də istəyirəm, neyiniyim? Göz doymur. Göz doymur da. Göz doymur. Bilirsiniz də neyinirlər bəziləri. Sərxoşluq. Arkadaş, bu Maysey dövründə bu aydındır. Ümumiyyətlə bizim dövrümüzdə. Bu bizim Maysey dövründə deyirik ki, sənəsiz qanun nə üçün idarə eləməmişsizlər? O mənim sözümü yazıbdır orada. Bəli. Siz öz atalara oxşadıb o qanunla. Ümumiyyətlə qanun verilmişdi ki, biz bu qanun vasitəsilə özümüzə dərk edək, görək biz kimik.
Bax burada da, yəni ki, qanun vasitəsilə də cismani təbiətin bu əməlləri açılır, bəlli olur da, belə deyək. Əzizlərim, bax burada, baxın, Həvari Pahalı ki, bax bu var, bu var, bu var, bu var, bu var. Deyək ki, eş işrətdir. Amma baxın, siqaret çəkmək burada yazılmayıb. Siqaret çəkmək olar ya yox? Əlbəttə olur. Siqaretə yoxum. Eləmi? Çəkmək olar dostlar, olmaz. Yox, gəlin belə, zarafatsız. Olmaz. Hayır, atmır. Niyə çəkmək olmaz? Diğer tarafta. Orada denilmişdi ki, hansısa kitabda yazılıbdı, sigaret yox, o vaxtlar çubuqlar çəkildilər. Ya burada yazılmayıb axı. Ha, orada İlkin, pivə içmək olar ya yox? Olmaz. Niyə olmaz? Rızıqlara içmir. spirtli içkidir, o şey olmaz. Diğer yayda Bakın var. necə Bak yazılır. kardeş, diğer yayda var. Yayda var. Çaxır daha Buna bəlkə. fikirləş. Biraz zarafat deyirəm, da heç. Qulaq asın. Qulaq asın dostlar. Qulaq asın əzizlərim. Yazılıb ki, və buna bənzər şeylərdir. Bax bu içkidir, siqaret çəkməkdir. Narkotikdən bir şey yazılmır Orada ki. bir dənə şey yer Hə? var. Orada Patıdan material matıdan bir şey yazılmır ki. Bak kardeş. Və buna bənzər şeylər, yəni ki, bu cismani təbiət nə tələb edirsə, İmanlı sözü. nə tələb edirsə, mən bunu istəyirəm. Mən bunu əzizlərim, bu Allahın qarşısında iyrəncdir. Orada bir dənə yer var, material deyil ki, mədəsə alır, qibətə içə bilərsən. Bir dəqiqə. Bir dəqiqə əzizlərim. Gəlin indi gəlin indi qulaq asın. Diqqətlə qulaq asın. Elə yazılmayıb. Siz təsəvvür edin ki, bax aramızda ya evinizə İsa Məsih qonaq gəlib. Ya belə deyək, mələk gəlib. İbrahim peyğəmbərin evinə 2 mələk gəlmişdi. Yadınızdadır? Daha doğrusu 3 mələk gəlmişdir. Onlara nə təklif elədi İbrahim peyğəmbər? Hə? Nə yeməkdən? İnek kuzu kesmişti. Aha, pivə yad verməyib ki. Yoxsa Mehdi qardaş deyir, içki içmək olar. Yaxşı. Başqa bir. Sən İsa'ya içki təklif edərsənmi? İsa Məsih qonaq gəlsə. Birinci mövzusu nə idi? Suyu şaraba çevirme. hər kəsin Əzizlərim, eşitdiniz məni? Sən İsa'ya təklif edərsənmi? Yok. Ona geçen kampa Əlbəttə ki, yox. Əlbəttə ki, yox. Hə? Yəni bu cismani təbiətə aid olan və baxın burada və buna bənzər şeylər. Mən bayaq oxudum burada sərxoşluq, eş, işrət, mən belə deyək də pozğunçuluq, murdarlıq, düşmənçilik, münaqişə, qısqanclıq buna bənzər şeylər də doludur. Doludur, əzizlərim. Məsəl üçün, burada yazılmıyor ki, kimisə alçatmaq olar. Olar, olmaz? Burada yazılmıyor ki, və buna bənzər şeylər. Sən bunu özün də başa düşürsən ki, yaxşı deyil. Sən özün də bunu çox gözəl başa düşürsən ki, yaxşı deyil, bu pisdir. Bu Rəbb Allahın gözünün önündə iyrənc yaradır. Bu yaxşı deyil. Yaxşı, bəs onda neyinək? Amma müqəddəs ruhun səmərəsi isə, bax, müqəddəs ruhun təbiəti, onu biz qəbul edəndə səmərəsi isə budur. Məhəbbət, sevinç, sülh, səbr, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq, bu kimi şeylər, ya bu kimi şeylərə qarşı qanun yoxdur. Səni heç kəs mühakimə etməz. Əzizlərim, salih olmaq istəyirsənsə, İsanı çağır, onun salihliyində gəz. kim İsa'nı qəbul edibsə, o İsa'na gedir. Anladınız? İsa Məsihsiz sən salih ola bilməzsən. Filiplərin məktubunda Həvari Paul deyir ki, daha mən yox. Məndə İsa Məsih yaşayır, mən daha yaşamıram.
Bax, o mənlik ölməlidir. Anladınız? O mənliyim çox, o heç bərpa da olunan bir şey deyil. Mənim mənliyim kirlidir, mənim mənliyim tam günahlıdır. Ölümə layiqdir. Uzun sözü xəstə, nə qədər ki içimizdə olan mən var, amma ego deyirlər də, onu öldürməsi, sındırması bizdən salih olmuyor. Yox. Baxın dostlar, Yeşaya Peyğəmbər, mən indi Yeşaya Peyğəmbərin kitabından oxuyum, 65-ci fəsildə deyilir. Yeşaya çox gözəl dedi. Daha doğrusu 64-cü fəsildə deyilir ki, bunu Peyğəmbər deyir. Baxın nə deyir? Hamımız elə bil ki, murdarlandıq. Bütün salih əməllərimiz murdar əskiyə bənzəyirdir. Hamımız yarpaq kimi soluruq. Şər əməllərimiz bizi külək tək sovurub deyir, aparır. Bu Rəbb Allahın qarşısında biz belə işləyir. Əzizlərim, İsa Məsih əbəs yerə ölməyib. İsa Məsih həyatımızı da dəyişmək istəyir. Çünki Rəbb Allah bilir ki, mən necə varamsa, Allahın səltənətinə girə bilmərəm. Heç. Əgər mən tövbə edib, iman edib, o saat müqəddəs olsaydım, o saat kamil olsaydım, məni Rəbb o saat elə aparardı. O saat aparardı. Amma aparmır. Niyə? Çünki məndə elə çox Köhnə təbiət. Bəli, mən bir körpə uşaq kimiyəm. Məndə elə çoxlu bu cismani təbiətdən aslı olaraq cismani şeylər çıxır. Amma biz o cismani təbiət ilə mübarizə aparmalıyıq. Rəbb Allah bu gücü verir bizə. İsa Məsihdən. Təkrar eləmək. Buna görə də qoy Rəbbimiz bizə xeyir dua versin. Dostlar, ki müqəddəs ruhla, daha doğrusu müqəddəs ruha necə ki biz bayaq oxuduq, müqəddəs ruha görə həyat sürək. O zaman da biz cismani təbiətinin etirazını əsla icra etməyəcəyik. Amin.